Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəyli Hüsaməddin. Bu gün sizə MİQ və sertifikasiya ibtidai imtahanında qarşınıza çıxması ehtimal olunan sual tiplərindən ibarət olan çətin və düşündürücü tipli sınavımızın 3-cü hissəsini sizə təqdim edirik. Əgər 1-ci və 2-ci sınavları işləməmisinizsə, mütləq daxil olun işləyin. Bu sınavlar sizlər üçün çox vacibdir. Hardan işləyə bilərsiniz? 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də bu sınavları əldə edə bilərsiniz. Bu sual 4-cü sinif səviyyəli bir sualdır. Monitorinqdə də koordinatla bağlı suallar salındığına görə belə bir sualı da qarşınıza çıxarmaq istədik. 4-cü sinif məktəb dərsliyində də bu tipli suallara rast gələ bilərsiniz. A və B şirkətlərinin 2001-2020-ci illərə qədər olan tullantı qrafiki göstərilmişdir. Gəlin baxaq. Burada düşməyib. A aşağıdadır, B yuxarıdadır. Bu sınavın içərisində qeyd olunmuşdur. 6-cı ildə A şirkəti. Baxın, A şirkətinin 6-cı ildəki nöqtəsi bu nöqtədir. Aha. B şirkətinin 10-cu ildə. 10-cu ildə B şirkətinin nöqtəsi budur. Gəlin baxaq. A şirkəti 1, B şirkəti 7-dir. Deyir, A şirkəti B şirkətindən 6 kiloqram çoxdur. Səhv yazıb, çox yox, azdır olmalıydı. Bu getdi. B-yə baxaq. B şirkətinin neçənci ildə, deməli, 17-ci ildəki tullantısı. B şirkətinin 17-ci ildəki tullantısı budur, 10. A şirkətinin 8-ci ildəki tullantısı. A-nın 8-dəki tullantısı 6-dır. Deyir ki, 10 6-dan 4 kiloqram azdır. Səhvdir, azdır yox, çoxdur olmalıydı. Ona görə B variantı da səhvdir. Gəldik C-yə. A şirkəti 12, 13, 14. A şirkətinin 12, 13 və 14-cü illər. 12-ci ildə 1.5, 13-cü ildə 2.5, 13-cü ildə 3.5. Bunları toplayıb 3-ə bölsəm, sayına bölsəm, yenə neçə eləyəcək? 2,5 eləyəcək ədəd ortası. B şirkətinin 2-ci ildəki tullantı miqdarını. B-nin 2-ci ildəki tullantı miqdarı 3-dür. 2.5 3-dən 0.5 kiloqram azdır. Həqiqətən də C variantı bizim doğru cavabımızdır. Baxırıq ikinci sualımıza. Akif sürəti 0.7 km/saat olan çayda sal ilə 2,7 saat üzdükdən sonra deməli 10-da 7-ni biz əvvəlcə 10-da 7-ni vuracağıq 2,7-də 2-yə. Çünki sürəti zamana vuranda gedilən yol alınır. 7-dəkini də düzgün olmayan kəsrə çevirirəm. 7-də 16. 7-lər gedir. 10-da 16 qalır. Bu da istəsəm ixtisar apararam, istəsəm onluq kəsr kimi 1,6 yazaram. Deməli sal ilə 1,6 km yol gedir və gəlib olur bu nöqtədə. Sal bilirsiniz ancaq axın ilə gedə bilir. Bunun ardınca bir kater gəlir. Katerin sürəti normalda 0,7-dir. Və axın istiqamətlə sürəti 0,7 km/saat olan katerə minir. Aha. Bu adam saldan düşür burada. Yəni bu qədər üzərindən sonra saldan düşür və öz sürəti 0,7 olan nəyə minir? Bir katerə minir. Yeni bir katerə minir. Və Akif katerə minib hərəkət etməyə başladığı an, bu 0,7 buradadır. Aha. Hərəkət edib başladığı an onun ardınca salın ilk çıxdığı yerdən sürəti 1,5 olan kater yola düşür. Aha. Buradan sürəti 1,5 metr olan, 1,5 km/saat olan nə yola düşür? Kater yola düşmüş olur. İndi burada belə bir məsələ var. Məsələmiz nədir? Bu arxadakı maşın, kater, öndəki maşına çatmaq istəyir. Arxadakı kater, diqqətlə baxın, nə ilə gedir? 0,7 ilə gedir. Baxın, 0,7 ilə. 0,7-dən artıq yol gedir. Çünki çayın sürəti 0,7-dir axı. Yəni bunun üzərinə də 0,7 gəlməliyəm. Bunun üzərinə 0,7 gəlməliyəm. Niyə? Baxın. Bu salın hərəkəti ancaq necə hərəkətdir? Axın ilə hərəkətdir. Burada saldan düşüb katerə minibsə və sürəti 0,7 olan katerdir. Bunun üzərinə mən çayın sürətində gəlməliyəm. Çünki həm kater gedir, həm də çay onu itələyir. Yəni artıq buradakı katerin sürəti 1,4-dür. Bunun ardınca gələn katerin də sürəti 1,5-dir. Üzərinə çayı gəlirəm. Çünki axın ilə gedir axı. Bunun da sürəti olur 2,2. İndi eyni istiqamətli hərəkətdə 2,2-dən çıxacam 1,4, eləyəcək 0,8. Sürətləri fərqini tapdım. 1,6-nı böləcəm 0,8-ə. Görüm neçə saata çatar? 2 saata çatmış olar. Yəni arxadakı maşın öndəki maşına neçə saata çatar? 2 saata. Hansı sürətlə gedir? 2,2 km/saat sürətlə gedir. 2,2-ni vuracam 2-yə. 4,4 kilometr. 4,4 kilometrdə nəyə çevirəcəm? Metrə çevirəcəm. 4400 metr bizim doğru cavabımızdır. D variantı
4400 metrə bərabərdir. Gəldik 3-cü sualımıza. 3-cü sual. Eni 7 cm, uzunluğu 15 cm olan düzbucaqlıdan şəkildəki formada tərəfi 3 cm olan kvadrat kəsib götürdülər. Yerdə qalan fiqurun perimetri nə qədərdir? Normalda əgər bunu kəsib götürməsəydilər, bu fiqurun perimetrini gəlin tapaq. 7 üstə gəl 15 vurulsun 2 olardı. Normalda belə olardı. Yəni 44 cm. Düzdür? İndi bu 44 cm-dən bax bunun bu hissəsini kəsib götürüblər. O hissədə tərəfi 3 olan bir kvadratın tərəfidir. Yəni 44-dən 3 azalıb. Eləyib 41. Amma 44-dən 3 azalsa da burada yeni fiqurun hissəsi yaranıb. Yəni perimetr nə deməkdir? Hava dəyən bütün xəttləri hesabla deməkdir. Bu xətt buradan götürüldüsə, yeni 3 dənə xətt var burada. Bu xəttlər də bizim perimetrimizə sayılır axı. Yəni 3, 3 və 3. Yəni 41-in üzərinə 3 dəfə 3 9 gələcəm. Çünki 3 dənə yeni xətt əmələ gəlib. Perimetr olacaq 50 cm. 50 cm-də desimetrlə yazılıb 5 desimetrə bərabərdir. 4-cü sualımıza baxırıq. Baxırıq 4-cü sualımıza. Ata və oğlu var. Atanın yaşı oğlun yaşının 2 mislindən 2 vahid çoxdur. Oğul x yaşındadır. Ata 2x üstə gəl 2 yaşındadır. Ata 3 il sonra doğulsa, deməli atanın yaşı o zaman 3 yaş azalacaq. Oğul 5 il əvvəl doğulsa, oğlun yaşı 5 yaş artacaq. Və atanın yaşı oğlun yaşının 3 mislindən 30 vahid nə olacaq? Az olacaq. Bərabərdir. 2x çıxılsın 1 bərabərdir. 3x üstə gəlsin 15 çıx 30. Buradan da x-ları bir tərəfə keçirək. 3x çıx 2x 30 çıx 15 çıx 1. X bərabərdir 14-ə. Deməli oğlun 14, atanın isə 30 yaşı var. 2 vur 14 üstə gəl 2. Atanın 20 yaşı olanda oğlun neçə yaşı var idi? Deməli, atanın 20 yaşı olmağı üçün 10 il əvvələ getməliyik. Atanın 20 yaşı olsun deyə. Bu zaman 10 il əvvələ gedib oğlunun da yaşının 4 olduğunu görə bilərik. Cavab oldu B variantı 4. Növbəti 5-ci sualımız, baxa görək. 5-ci sualımız nədir? Sürəti saatda 60 km/saat olan mini maşını A-dan B-yə doğru getdikdən sonra sürətini saatda 30 km/saat artıraraq B-dən C-yə doğru hərəkətinə davam etdi. Mini maşın cəmi 7 saat yolda olmuşsa, A və C arasındakı məsafə nə qədərdir? Gəlin baxaq. Deməli bizim belə bir yolumuz var. Buraya yazıram A, buraya yazıram B, buraya yazıram C. Sürəti 60 olan mini maşına A-dan B-yə gedib. Burada sürət 60-dır. Sürətini saatda 30 artırdı. B-dən C-yə də 90-dan getdi. Cəmi 7 saat yolda olubsa, bunu hamınız artıq bu qaydanı bilməlisiniz. Neçə dəfələrlə demişik. Cəmi 7-dirsə, əgər birinə x verirsinizsə, digəri avtomatik 7 çıx x olur. Və bu bunların getdiyi yoldur. Yəni AB yolunun uzunluğu 60x-dir. BC yolunun uzunluğu 90 vurulsun 7 çıx x-dir. Bizə də şərtdə verib ki, AB-ni 2-yə vuranda BC eləyir. Mən də AB-ni 2-yə vururam, BC-yə bərabər edirəm. 120x bərabərdir 630 çıx 90x-a. 90x-i sola keçirən dedir 210x bərabərdir 630-a. X oldu 3-ə bərabər. Bizdən soruşur ki, AC məsafəsini tapın. 60-ı 3-ə vuraram, 180 taparam AB-ni. 90-ı 4-ə vuraram, 7-dən 3 çıxan 4 eləyir axı. Bərabərdir 360 da buradadır. 180, bu da 360. Toplayacağım. 0, 4, 1 yadda 540 kilometr. Bizdən də cavablarda 540 kilometr yoxdur. Metrlə 540 min metrə bərabər olur. 6-cı sualımız. Kuboid formalı otağın eni 4 metr, uzunluğu 50 desimetr və hündürlüyü 300 santimetrdir. Bu otağın divarlarına aboy. Gəlin bunun divarlarını tapaq əvvəlcə. Sonra digər hissələrini taparıq. Baxın, otağımız belə bir formadadır. Bunu şərti olaraq çəkirəm ki, başa düşəsiniz. Normalda çəkməsəniz də cavabı tapmaq olar. Bu bizim otağımızdır. Eni var, uzunu var, hündürlüyü var. Hamısını eyni vahid eləyək. Məsələn, desimetrlə. Eni 40 desimetrdir. Uzunluğu 50 desimetr, hündürlüyü 30 desimetr. Bunun indi divarlarını tapanda bir 30-un 40-a bu divar var. Görə bilirsiniz. 30 vurulsun 40. Bir də onu vururam 2-yə. Çünki ondan üzbəüz divarda var da baba bu tərəfdə. O da 30-un 40-adır. 3 vur 4 12 24 0 0. Desimetrin kvadratı.
Bizim tərəfdə olan divarın 30'un 50'yedir. Görə bilirsiniz? 30'u vururam 50'yə. Buna aid mən sizə ayrıca görüntülü canlı dərslər çəkmişəm. Onlara baxmasanız bu sualı başa düşməyəcəksiniz. Bu imtahan tipli sualdır. Mütləq həmin o izahlara baxın. Bərabər 3'ü 5'e vurdum 15, 15'i 2'ye 30, 0, 0 desimetrin kvadratı. Oldu mu? Oldu. 2400 ilə 3000'i toplayıram. Bərabərdir 5400 desimetrin kvadratı. İndi biz bildik ki, divarların ümumi sahəsi 5400 desimetrin kvadratıdır. Bunun hər 100 kvadrat santimetrinə 55 qəpiklik aboy gedir. Mən bunu desimetrdən santimetr kvadratına çevirirəm. Olur 540 min. Yazıram indi. 100 kvadrat santimetrə 55 qəpik gedirsə, bəs 540 min santimetrin kvadratına neçə qəpik gedər? Çarpaz vururam. Burada 540 mini vuracaqsınız 55'ə. Böləcəksiniz. Deməli 540 mini vuracağıq nəyə? 55'ə. Alınan cavab böləcəyik 100'ə. Elədi 297 min qəpik. Bu cibimizdə qalsın, lazım olacaq. İndi gəldik döşəmə hissəsinə. Döşəmənin də eyni uzunluğu göz qabağında 40'ın 50'yə. 40'ı 50'yə vururam. Döşəmənin sahəsi olur 20, 00 desimetrin kvadratı. Parketin də biz burada qapı ilə pəncərəni çıxmadıq. Bircə saniyə mənim gözümdən qaçdı. Biz burada tapdıq otağın ümumi nəyin? Divarlarının sahəsi. Qapı və pəncərə vardı, yaddan çıxmasın. Qapının eni 70. İndi xahiş edin, axıra qədər baxın. Bir də görürsünüz, müdavim elə orada dayanır. Hop, sıxın elə batır ki, Saməddin müəllim, səhv eləmisiniz, bunu başa düşmədim. Sonra deyir ki, ay müəllim, axıra qədər baxmamış. Ona görə axıra qədər baxın, bu da sizə dərs olsun. O müzakirə qrupundan qayıdan müdavimlər ki, deyirəm, axıra qədər baxın, düzəltmişəm. Bax, sənlə, hey, gördüm səni. Deməli, otağın eni 70, uzunluğu 180 olan qapı var. Eni 70'dir, uzunluğu 180'dirsə, qapının sahəsini çıxmalıyam. Qapının hansı divarda olmağının önəmi yoxdur. İstənilən divardadsa, onsuz da divarın sahəsindən çıxır da biz bunu. 70'i 180'ə vurdum. Bax, bu qapıdır. 12600 santimetrin kvadratı. Pəncərə də 40 vurulsun 50'dir. Yəni 2000. 40 vur 50 bərabərdir 2000 santimetrin kvadratı. Bu da pəncərədir. İndi mən bu ikisinin cəmin buradan çıxacam. Bu ikisinin cəmi bilirsiniz də 14600 edir. 14600'ü buradan çıxacam. 54, 4 dənə 0 çıxılsın, 14600. Deməli, 525.400 santimetrin kvadratı. İndi hər 100 santimetrin kvadratında 55 qəpikdirsə, bu ədədi 100'ə bölüb, nəyə vuracam? 55'ə vuracam. Tənasibi birbaşa yazdım da uzatmadım. 100'də 55'dirsə, bəs görəsən bizim bu axtardığımızda nə qədərdir? X çarpaz vuranda 55'ə vurub 100'ə bölə bilərsiniz və yaxud da 100'ə vurub 55'ə bölə bilərsiniz. Ardıcılığın önəmi yoxdur. Sizə rahat olsun deyə 55'ə vurub 100'ə böldüm. 525.400'ü vuracam 55'ə. Alınan cavab böləcəm 100'ə. Elədi 288.970. Bu oldu bizim nəyimiz? Aboylara sərf olunan pulumuz. Digərinə gəldik. Otağın döşəməsi 2000 desimetrin kvadratıdır. Bunu da böləcəm. Bir kafelin nəyinə? Sahəsinə. Kafelin eni 20, uzunluğu 50'dir. Yəni 2 vur 5'dir də desimetrin isə 10'dur. Desimetrinə. Baxın bu desimetrdir. Bölürəm ona 200 dənə də kafel lazımdır. Hərəsi 60 qəpikdən 12.000 qəpik də bu pul eləyir. Deməli 288.970'in üzərinə gələcəm 12.000'i. Elədi 300.970. A variantı bizim doğru cavabımızdır. Bəli, vaxt aparandır, diqqət tələb edəndir. İmtahanda qarşımıza çıxılması, yəni çıxıla biləcək ən çətin vaxt aparan sual tiplərindən biri sayılır. 7-ci sual, çox sadə sualdır. 7 bəziləri görüb qorxub bu sualı. Görün nə çətinliyi var burada. Şəkildə A, B və C verilən çevrələrin mərkəzləridir. BC 4'dür. İndi bax da BC 4'dürsə, deməli bu C-dən sağa doğru da 4'dür də. Yəni bu çevrənin radiusu 4'dür deyir. Radiusu 4'dürsə bu tərəfə də radiusu da 4'dür. İndi bunu bütöv çəkəndə bu da bax bu çevrənin radiusu olur da. Mərkəzdən bu xəttə qədər olan məsafə nə demişik? Radius demişik. Radiusu 8 imiş. O zaman sol tərəfə də radius nə olur? 8 olur. Yəni mərkəzə A olan çevrənin radiusu 8'dir.
Radius 8 isə xaricdə çəkilmiş kvadratın tərəfi 16 santimetrdir. 16-dırsa 4-ə vuran perimetri 64 santimetr. Cavab oldu da çox sadə sualdır bu. Yəni bu sualda qorxanlara demək istəyirəm ki, çətinlik çəkməli bir şey yoxdur. Baxaq 8-ci sualımıza. Bu sual tipinə diqqət edin. İmtahanda bu sual tipində qarşınıza yeni sual çıxacaq. Yəni bunu yaza bilirsinizsə, onu da yaza biləcəksiniz. Sadəcə ədədlər, hesablamalar, şərtdə kiçik dəyişikliklər ola bilər, amma məntiqi eynidir. Bank illik borca verdiyi pulun 15/8 hissəsi qədərini əlavə ödəniş kimi geri alır. Əsəd bu bankdan 4500 manat pul aldı. Deməli, Əsəd 4500 manat pul alıbsa, bunun 15/8-ini geri qaytaracaq. 4500-ü 15-ə bölürəm, 308-ə vuram 2400. Mən də 4500-ün üzərinə gəlirəm 2400, 0096. Deməli, Əsəd 6900 manat pul verməlidir. Bunun 4500-ü bankdan aldığı, 2400-ü faizi. Bir ildən sonra onu geri qaytardı. Özünə əlavə 1100 manat pul saxladı. Deməli, bu 1100 manat da qazanıb ki, pul saxlayıb da. Əsədin aylıq xərci 133,1-dir. 3-də 400 yazıram bunu. Düzgün olmayan kəsrə çevirirəm. Bir aylıq xərc belədirsə, 12 aylıq xərc nə qədərdir? Yəni, bir illik nə qədərdir? Bir illik xərc 1600 manatdır. Baxın, 4500 bankdan aldığı, 2400 onun qalığı faizi, 1100 evdə qırağa atdığı pul, üstə gəldən 1600 xərclədiyi. Bunları hamısını bu Əsəd qazanıb ki, xərcləyə bilib də, düzdür? Qazanıb ki, xərcləyib. Görək bu adam nə qədər qazanıb 1 ilə? 0, 0, 5 yazdı, 1 yadda, 6, 7, 8, 9. Bu adam 1 ilə deməli 9600 manat pul qazanıb 1 ilə. Bunu da 12-yə bölürəm, görüm aya nə qədər düşür? Aya 800 manat. Deməli, Əsədin maaşı aylıq 800 manat imiş. 9-cu sual. Rami fikrində tutduğu ədədin üzərinə həmin ədədin 30%-ni gəldikdə alınan 2 rəqəmli ədədin təkliyi rəqəmi onluq rəqəmdən 3 dəfə böyüdür. Təkliyi onluğundan 3 dəfə böyük olan ədədlər 13, 26, 39-dur. Təkliyi rəqəmi onluqdan 3 dəfə böyüdür. Təkliyi onluqdan 3 dəfə böyüdür. Təkliyi onluqdan 3 dəfə böyüdür. Və rəqəmləri cəmi 12 olan versiya bir dənə 39-dur. Başqa versiya yoxdur. Deməli, ədədin üzərinə onun 30%-ni, %30x-i gələndə 39 edir. %30 nə deməkdir? 10/3 deməkdir. Yəni, x üstə gəl 0.3x deməkdir bu. Bərabərdir 39. Bu da eləyir 1.3x bərabərdir 39. X bərabər nəyə? 39-u 1.3-ə bölürəm. Elədi 30. Düzdür? Deməli, fikrində tutduğu ədəd 30-dur. 2 rəqəmli ədəd deyil, səhvdir. Tək ədəddir, səhvdir. Rəqəmləri hasili 3-dür, səhvdir. Rəqəmləri cəmi 0-dır, səhvdir. 50-dən kiçik ədəddir, düzdür. 10-cu sual. Deməli, bizə bir koordinat verilib. Monitoring suallarında da yadınıza gəlirsə, 4-cü sinifin qarşınıza çıxmışdı. A 3-3-dür. Deməli, 3-3 nöqtəsini qoyuram burada. A 3-3. Düşünürəm ki, komitəyə imtahan verdiyinizə görə bu qrafikin nöqtələri sizə ya verilmiş ola bilər, ya elə bir formada verilə bilər ki, yəni komitədə yazanlar üçün çox da problem yaratmasın. Amma bu formada da qarşımıza çıxması ehtimal oluna bilər. A 3-3-dür. Yəni, x oxu 3-dür, x oxu bu oxdur, y oxu da bu oxdur. 3-ün 3-ə birləşdirdim. A oldu 3-3. B 3-ün 6-sıdır. B 3-ün 6-sıdır. Yazdım bura 3-ün 6-sı. Bax bura. C 6'nın 6'sıdır. Yatırdım buraya 6'nın 6'sını yazdım. D de 6'nın 3'üdür. 6'nın 3'ü. Birleştirdim. Bu figur kvadrattır. Doğrudur. Düzbucaqlıdır. Doğrudur. Həndəsə PDF-ini oxumayanlar bu sualı düz yaza bilməzlər. Çünki orada qeyd olunub. Kvadrat kvadratdır. Kvadrat düzbucaqlıdır. Kvadrat paralelogramdır. Kvadrat romdur. Simmetriya oxların sayı 4'dür. Bəli. Kvadratın 4 dənə simmetriya oxu var. Hamısı doğrudur. Cavab E. 11-ci sualımıza baxırıq. 11. Diqqətli olaq. Baxırıq 11-ci suala. Birinci borudan 10 saniyəyə 40 litr. İkinci borudan 20 saniyə 15 litr su axır. Deməli 10 saniyəyə 40 litr, 20 saniyəyə 15 litr. Hər iki boru 17 dəqiqə açıq olarsa. Gəlin ikisini də eyni vaxtda gördüyü zaman, yəni işi tapaq. 10 saniyə yox, gəlin bunu 20 saniyəlik. 20 saniyə 80 litr. Daha rahat olsun da. Çünki biri 10 saniyə, biri 20 saniyə olanda bunların işlərini toplaya bilmirəm mən. Zaman fərqli olanda. Amma zamanı eyni elədim. İkisini də 20 saniyədə gördüyü iş 95 litrdir. Biri 80, biri 15.
Bunu eləməkdə səbəbimiz odur ki, yazacağım indi 20 saniyəyə ikisi birlikdə 95 litr doldurursa, bəs görəsən 17 dəqiqəyə nə qədər doldurarlar? X. 17 dəqiqədə bilirsinizsə 17 vurulsun 60 deməkdir. 17-ni 60-a vuracam, saniyəyə çevirəcəm. Yəni biz onu saniyə ilə ifadə eləməliyik. Çünki yuxarıda 20-ni saniyə ilə verib. 17 vurulsun 60. Elədim 1020 saniyə. Yazdım 1020 saniyə. Çarpaz vuracam, x bərabərdir. 1020-ni vuracam 95-ə, böləcəm 20-yə. Eləcək 4845 litr. 4845 litr hələ hovuzun 25%-dir. Yəni 25% əgər belədirsə, 4845-dirsə, bəs 100% nə qədərdir? Yəni bunu 4-ə vurmaqla tapa bilərsiniz. 25%-i 4də 1 kimi görən müdavimlər. Görə bilmirsiniz, eybi yox, tənasübdən istifadə edin. 4845-i 100-ə vurub böləcəm 25-ə. Elədi 19380. Bu bizim deməli litrlə olan ifadəmizdir və kuboidimizin həcmidir həm də. Su tutumudur. Litrdə bilirsinizsə desimetrin nə deməkdir? Kubu deməkdir. Desimetrin kubu. İndi kuboid formalı eni 2 desimetrdir. Uzunluğu 323'dür. Hündürlüyü h-dır. Həcmi isə 19380-dir. Qutardı. H-ı tapmaq üçün 19380-i böləcəm 323-ə, onu da böləcəm 2-yə. Elədi 30 desimetr. Yəni hündürlüyü 30 desimetrdir. Cavab oldu B variantına bərabər. 12-ci sual. 12-ci sualımız adi bir bərabərsizlikdir. Gəlin yazaq sualımızı. 9 kiçikdir 3x üstəgəl 5. 3x üstəgəl 5 kiçikdir 24. Çıx 5, çıx 5, çıx 5. 9-dan 5 çıxanda 4, kiçikdir 3x, kiçikdir 24-dən 5 çıxanda 19. Burada da hər birini 3-ə bölürəm, bölü 3, bölü 3, bölü 3. 1 qalıq, kiçikdir x, kiçikdir 6 dəfəsi və qalığı. Ən kiçik natural tək ədəd haqqında fikri söyləyin. Ədədlər 2, 3, 4, 5 və 6-dır. Ən kiçik tək natural ədəd 3-dür. Cavabımız nədir? Baxaq. 3-dən bir rəqəmlidir. Elə E variant baxan kimi bilinir. E bizim cavabımızdır. Torbada 5 göy, 3 qırmızı, 7 sarı top var. Torbaya baxmadan, torbadan çıxarılan bir topun yaşıl olma ehtimalı. Burada heç yaşıl rəng yoxdur axı. Yaşıl yoxdursa ehtimal 0-dır. Turist qrupunda 30 nəfər var. Gəlin baxaq. Onların 12-si rus dili. Bunu belə Venn diaqramından göstərim, lap yaxşı başa düşürsünüz. 30 nəfərdən rus dili var, bir də ingilis dili var. 12-si rus dilindədir. Yalnız 12 nəfər yalnız rus dilindədir. 5-i həm rus dili, həm ingilis dili ortadadır. 8 nəfəri yalnız ingiliscə bilir. Yazdım bura yalnız. Baxın, 12, 5, 8. Hazırda dil bilənlərin sayı 25-dir. 30 uşaqdan 25-i dil bilirsə, 5-i dil bilmir. Yazdım bura 5 nəfər dil bilmir. Heç bir dili bilməyən turistlərin sayı ilə ingilis dili bilən turistlərin cəmini tapın. İngilis dili bilənlər bu halqanın içidir. 13 nəfər. 13 nəfər ingilis dili bilir. 8 ilə 5, 13 edir axı. 5 nəfər də heç bir dili bilmir. Elə də 18-dir. Qalıqlı bölmə əməlində qalıq ən böyük rəqəm. Qalıq ən böyük rəqəm. Deməli, qalığımız 9-dur da, ən böyük rəqəm 9-dur. Natamam qisməti isə ən kiçik 2 rəqəmli ədəddir. Ən kiçik 2 rəqəmli ədəd 10-dur. Bizdən bölünənin ən kiçik qiymətini soruşur. X burada ən balaca 10 ola bilər. Çünki 9-a qalıq 9 olubsa 9-dan böyük olmalıdır da bu. 9-dan böyük olan ən kiçik ədəd 10-dur. 10-u vurdum ona, üzərinə 9 gəldi. 109. Cavab oldu A. Minliklərə qədər yuvarlaqlaşdırdıqda 4000 alınan rəqəmlərin müxtəlif ən kiçik ədədin rəqəmləri cəmi ən kiçik ədəd 3501-dir. Minliklərə qədər yuvarlaqlaşdırdıqda rəqəmlərin müxtəlif ən kiçik ədəd 3501. Bunu yuvarlaqlaşdırma dərsində baxın öyrənin. Rəqəmləri cəmi 9-a bərabərdir. 5-də 3 adi kəsirini onluq kəsirə çevirin. İstəsəz kalkulyatorla çevirin. İstəsəz 3-ü 5-ə bölün. 3-ün içərisində 5 yerləşmir. 30-un içərisində 6 dəfə. Oldu 0, onda 6. 18-ci sual. Deməli 2, 3, 4, 5, 6, 7, 8 qram. Əgər burada probleminiz varsa, ya hamısını, bütün variantları qrama çevirin, elə tapın, ya da mən dediyim üsuldan istifadə edin. Mən dediyim üsul nədir? Çevirmələr dərsində sizə üsul başa salmışam. Aradakı dəfələri yazırıq, neçə dəfə fərq var? 1000, 100 və 10.
İndi qramla ton arasında neçə sıfır var? 1, 2, 3, 4, 5, 6 sıfır var. Sağdan 6 ədədi siləndə nə qalır? 2 qalır. Deməli 2 tondur. Çünki qramla ton arasında 6 sıfır var. 6 ədədi saymayıb, ancaq qalan ədədə baxanda 2 ton qalır. 2 tonu çıxartdıq. İndi qramla sentner arasında neçə sıfır var? Sentner 1, 2, 3, 4, 5. Sağdan 5 dənə ədədi götürsəm yerdə nə qalır? 3 qalır. Oldu 3 sentner. Bu da getdi öz içində alınca. Qramla kiloqram arasında 3 sıfır var. Sağdan 3 ədədi siləndə 45 kiloqram qalır və 678 qram qalır. Cavab oldu B variantı. Əsmər hər gün əvvəlki gündən 5 kiloqram çox olmaqla 4 gün ard-arda cəmi 50 kiloqram alça yedi. Birinci gün x, ikinci gün x üstəgəl 5, üçüncü gün x üstəgəl 10, dördüncü gün x üstəgəl 15. Topladım 50 elədim. 4x, 4 dənə x var axı. Toplayanda 30 edir, bərabərdir 50, 4x bərabərdir 20, x bərabərdir 5-ə. İndi bizdən soruşur, Əsmər 4-cü gün neçə kiloqram alça yedi? 4-cü gün budur. 5 üstəgəl 15 bərabərdir 20 kiloqram alça yedi. Baxırıq 20-ci sualımıza. Malik 7:35-də evdən çıxdı. 15 dəqiqə yol getdikdən sonra məktəbə çatdı. 8-də dərsə girən Malik. Burada bir çox müdavim nə səhv edir? Götürür 7:35-in üstünə 15-i gəlir. Sonra deyir ki, müəllim, bəs bu 10 dəqiqəni neyniyək? O 10 dəqiqə sənə lazım deyil. Bax, sən dərsə girənə qədər nə vaxt keçib neyniyək? Bu sənə maraqsızdır. Yəni dərsə girənə qədər sən 15 dəqiqə yol getmirsən də, yəni axı 8 olubsa, saat 8 deyirsənsə, deməli hər şey artıq hesablanıb. Yəni sən gələcəyə bax da, belə deyək, 8-dən sonraki vəziyyətə bax. 8-ə qədər sən artıq gəlib məktəbə çatmısan. O məktəbə çatma 15 dəqiqəsi, nə bilim, koridorda 10 dəqiqə vaxt keçmişsə, bunlar keçib. Bu sənə lazım deyil. Sənə bundan sonraki lazımdır ki, sən evdə saat neçədə olacaqsan. 8-də dərsə girdin, 3 dənə dərsin var. 3 dərsin hərəsi 45 dəqiqədən, deməli 5 yazır 1, 135 dəqiqə sənə dərsindir. 2 dənə də fasilə var. 2 vur 5, 10 dəqiqədə fasilə. Neçədir? 145 dəqiqə. Dərsin bitəndən sonra da evə getdin. İndi evə getmək üçün də 15 dəqiqə vaxt lazımdır axı. Burada bəzən müdavim deyir, müəllim, niyə bir dəfə 15 dəqiqə? Axı 2 dəfə 15 dəqiqə. Sən 8-dən hesablayırsan da, 8-ə qədər 15 dəqiqənin biri hesablanıb. Yəni 8-ə qədər nə olub da, 8-dən sonra sən sadəcə 3 dənə dərs, 2 dənə fasilə, bir də 15 dəqiqə evə qayıdırsan. Qutardı, başqa işlə görmürsən. Bu da eləyir 160 dəqiqə. 160-ı da 60-a bölürəm, görüm neçə saat, neçə dəqiqədir. 2 saat 40 dəqiqə. Qutardı. Saat 8-dən 2 saat 40 dəqiqə sonra, yəni 10:40-da evdə olacaqsan. Cavab oldu A variantına bərabər. Videonun rəy bölməsinə neçə doğru cavab yazdığınızı və hansı mövzularda problem yaşadığınızı qeyd etməyi unutmayın. Növbəti çətin sınav 4-ü işləmək istəyirsinizsə, rəy bölməsinə üstəgəl qoyub növbəti sınavdan xəbərdar ola bilərsiniz.